Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Necəsiz? Ümid eləyirəm yaxşısınız. Uşaqlar, bizim bugünkü mövzumuz həyat bilgisi 2-ci sinif, dərs 7, hüquqlarımız mövzusu olacaq. İlk öncə açar sözlərə baxırıq. Açar sözlərimiz hüquq, təhsil almaq, sağlamlıq və istirahət. Artıq biz buradan başa düşürük ki, bizim təhsil almaq, sağlamlıq, yəni ən azından müəyyən sağlamlıq üçün müəyyən tibbi xidmət almaq və istirahət etmək hüququmuz var. İndi gəlin dialoqlara baxaq. Mən bacarıqlı əllər dərnəyində toxuculuğu öyrənirəm. Mən isə karate ilə məşğul oluram. Belə. Aha. İndi isə keçid alırıq suallara. Sizin sevdiyiniz məşğuliyyət hansıdır? Mənim sevdiyim məşğuliyyət voleybol oynamaq, yoga etmək, meditasiya etmək, gəzintiyə çıxmaq və müəyyən bir şeylər öyrətməkdir. Mən hal-hazırda sizə məsələn dərs izahı verərək və yaxud canlı olaraq hər hansı bir yazını, hər hansı bir məlumatı paylaşaraq sevdiyim işlə məşğul olmuş oluram. Növbətisi. Sevdiyiniz işlə məşğul olmağın sizə faydası nədir? Ən azından uşaqlar, sevmədiyimiz işə nisbətən bizi daha az yorur, daha çox xoşbəxt eləyir və günümüzün daha səmərəli keçdiyinə inanırıq. Məsələn, sevmədiyimiz bir işi bizə yükləsələr, biz onu bitirdikdən sonra öz-özümüzə gecə yatmamışdan əvvəl yatağımızda öz-özümüzə sual veririk ki, bu gün heç yaxşı keçmədi, ancaq belə işlədim, elə işlədim, yəni heç sevdiyim işlə məşğul olmadım. Amma sevdiyiniz işlə məşğul olsan, həm xoşbəxt olacaqsınız, həm də ən azından başınızı yastığa qoyduqda deyəcəksiniz ki, mən həqiqətən də bu gün kimlərəsə kömək elədim. Mən bu gün bir şeylər öyrəndim. Bu gün çox xoşbəxtəm. Davamlı olaraq belə eləməliyəm deyərək özünüzə daha çox motivasiya vermiş olursunuz və bu sizin həm sağlamlığınız, həm də ruh halınız üçün, yəni həm fiziki, həm də ruh halınız üçün daha yaxşı bir nüansdır. Uşaqlar, fəaliyyət bölümü bildiyiniz kimi gəlin yaxşı fəaliyyət bölümünə də baxaq. Leylanın Fəridə adlı dostu var. Bir dəfə həyətdə oynayanda Fəridə şikayətlənərək Leylaya dedi: "Mən məktəbimizdəki futbol komandasına yazılmaq istəyirəm. Qardaşım isə gimnastikanı seçməyimi istəyir. O deyir ki, futbol qızlara uyğun idman deyil." Gəlin baxaq, sizcə kim haqlıdır, Fəridə yoxsa qardaşı? Nə üçün belə düşünürsünüz? Uşaqlar, öncəliklə deyim ki, idmanın, geyimin cinsi yoxdur. Yəni nə mənada deyim? Yəni bunu ancaq oğlanlar geyinə bilər, bunu ancaq qızlar geyinə bilər və yaxud bunu ancaq oğlanlar oynaya bilər və yaxud bunu ancaq qızlar oynaya deyə bilər kimi bir şey yoxdur. Kim necə xoşbəxtdirsə, necə özünə inanırsa, o cürdə belə deyim, hər hansı bir fəaliyyətlə məşğul olmalıdır. Burada fəaliyyət dedikdə təbii ki, ictimai, yəni cəmiyyətimizi təhlükə altına ata biləcək şeylər nəzərdə tutulmur. Məsələn, futbol oynamaq cəmiyyətə ziyan vermir. Voleybol oynamaq, gəzmək, nə bilim, yaxşı geyinmək, məsələn, xoşuna gəldiyin bir şey geyinmək, kimsə səni bəyənməməsi ictimai bir problem yaratmır. Amma davamlı olaraq hər kəsin səndən şikayət eləməsə, onda bəli, bu biraz ictimai problem yaradır. Amma siz yenə də özünüz necə xoşbəxtsinizsə və nə ilə məşğul olmaq istəyirsinizsə, ona yönəlin. Təbii ki, burada söhbət idman sahələri, yəni təhsil və digər faydalı, özünüzə fayda yarada biləcək fəaliyyətlərdən gedir. Belə, təbii ki, burada Fəridə haqlıdır. Yəni, Fəridə istədiyi idman növü ilə məşğul ola bilər. Heç kim də buna qarışmamalıdır. Belə, ailəmizlə yaşamaq, ad soyaddaşmaqla yanaşı bizim təhsil, sağlamlığın qorunması və istirahət hüququmuz da var. Təhsil hüququ sayəsində biz məktəbin sinif otaqlarından, kitabxanasından, idman zalından və dərsliklərinə pulsuz istifadə edirik. Sağlamlığın qorunması hüququ bizə xəstələndikdə pulsuz tibbi xidmət almaq imkanı verir. Hər bir vətəndaşın istirahət və asudə vaxtdan istifadə etmək hüququ var. Biz sağlamlığımıza ziyan vurmayan istənilən istirahət və məşğuliyyət növünü seçə bilərik. Ölkəmizdə bütün insanların eyni hüquqları var. Hüquqlar insanların təhlükəsizlik, sağlam və xoşbəxt yaşamasına şərait yaradır. Müzakirə. Təhsil hüququnun əhəmiyyəti nədir? Təhsil hüququnun əhəmiyyəti ölkədə savadlılığın artması, yəni artırılması və hər kəsin ən azı
müəyyən çərçivədə bilik və savada malik olaraq ölkədə istənilən sahədə rahatlıqla işlə təmin oluna biləcək səviyyəyə gəlmək və yaxud özünü idarə edə bilmək potensialına sahib olmaqdır uşaqlar. Sonra, yəni mənim savadım yoxdur. Yəni savadım yoxdursa mən necə özümü idarə edə bilərəm? Mən normal danışa bilmirəmsə, ünsiyyət qura bilmirəmsə, hərfi tanımıramsa, riyazi savadım yoxdursa, dil savadım yoxdursa, mən gedim mağazadan bir çörəyi necə ala bilərəm uşaqlar? Mən 5 manat verəcəm, mənə bir çörək verəcək, arxasını qaytarmayacaq. Mən də deyəcəm, hə, bir çörək 5 manatdır. Amma bir çörək 5 manat deyil, bir çörək 60 qəpikdir. Yəni bu da təbii ki, düzgün olmamış olur. Belə. Sağlamlığın qorunması hüququ nə deməkdir? Sağlamlığın qorunması o deməkdir ki, biz yəni səhhətimizlə bağlı bir problem yarandıqda pulsuz tibbi xidmət ala bilərik. Bu istər göz, qulaq, bədən, dəri və s. hansı problem oldusa, biz onun müayinəsini pulsuz ala bilərik. Amma müalicəsi artıq bizim yanındadır. Yəni belə deyim də, dərmanı xəstəxana vermir. Həkim qəbulu pulsuz ola bilir, amma artıq müalicə yazdıqda, məsələn, dərmanlar və s. bu artıq insanın şəxsi seçimindən asılıdır. Belə. Sizcə sadalanan hansı hüquq daha vacibdir? Hər iki hüquq daha vacibdir. Çünki sağlamlığa gedən yol təhsildən də keçir. Çünki sən sağlamlığı necə qoruduğunu necə bilə bilərsən? Müəyyən təhsil və savadlılıq dərəcən yoxdursa, bilə bilməzsən, düzdür? Deməli, təhsil də vacibdir. Amma eyni zamanda təhsil almaq üçün insan sağlam olmalıdır. Bəli. Deməli, hər ikisi də vacibdir. Belə. Şəkillərdən hansı uşaqların hüquqlarına istifadə etməsi təsvir olunub? Aha, birincidə boş zamanlarını istifadə etmək. İkincisi, tibbi müayinədən keçmək hüququ. Üçüncüsü, yenə istədiyi vaxtından səmərəli və yaxud istədiyi kimi istirahət vaxtından yararlanmaq hüququdur. Dördüncü də yenə təhsil hüququdur. Pulsuz kitabxanadan, məsələn, kitab oxumaq, məsələn, təhsil hüququna aid nümunədir. Belə. Aşağıdakı fikirlərdən hansı düzgündür? Uşaqların dərs oxumağa və oynamağa vaxtı olmalıdır. Bəli, mütləq olmalıdır. Şagird bütün günü dərsləri ilə məşğul olmalı, oynamamalıdır. Xeyr, bu yanlışdır. Xəstələnən uşağı həkimə aparmaq vacib deyil. Xeyr, vacibdir. Biz sağlamlığımıza ziyan vurmayan istənilən məşğuliyyəti seçə bilərik. Bu da düzdür. Deməli, A və D düzdür, B və C səhvdir. Özünüzü yoxlayın. Uşaqların hansı hüquqları var? Sağlamlıq hüququ, istirahət hüququ, təhsil hüququ və s. Hüquqların insanların üçün əhəmiyyəti nədir? Hüquqlar insanların həyatda qalmasını daha da rəsmiləşdirən və ona əlavə vasitələrlə yardımcı olan bir kömək vasitəsidir. Belə yadınızda saxlayın, bu qədər kifayət eləyəcək. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. İnşallah ki, sizlərə bugün bir şey qatdım. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.